Müştərilərimizə keyfiyyətli məhsul təqdim etmək üçün mağaza əməkdaşlarımızı necə təlimatlandırırıq? Bugün ondan danışırıq. Yanımda keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis Rahim Tahirli var. Rahim bəy, xoş gördüm sizi. Buyurun, söz sizdə. Xoş gördük Salə xanım. Biz əməkdaşlarımızı təlimatlandırarkən ümumi qida təhlükəsizliyinin tələblərinə uyğun olaraq mal qonşuluğu, məhsulların vitrindən çıxarılması, son istifadə tarixləri, gigiyena tələbləri, eyni zamanda məhsulların saxlanma şəraiti barədə ətraflı məlumatlandırılır. Personallar müntəzəm olaraq əllərini yumalı, istifadə edilən avadanlıqları vaxtaşırı təmizləməli və mütləq şəkildə baş geyimi, əlcək, baxıl, önlük kimi gigiyenik vasitələrdən istifadə etməlidir. Eyni zamanda məhsulların sanitar gigiyenik tələblərə uyğun olaraq yerdən və divardan məsafəli şəkildə yığılmasına diqqət yetirilir. Beləliklə, məhsullara təsir göstərə biləcək amillərin qarşısı alınmış olur. Məhsullara təsir göstərən əsas amillərdən biri də temperatur göstəricisidir. Məhsulların istehlakçıya çatana qədərki müddət ərzində üzərində qeyd olunan temperatur şəraitinə uyğun olaraq saxlanmasına xüsusilə diqqət yetirilir və bu barədə personallar müntəzəm olaraq məlumatlandırılır. Soyuq zəncir tələbi olan məhsullarla çalışan əməkdaşlara soyucuların göstəricisine baxması və müvafiq temperatur blankına qeyd aparılması bildirilir və əməkdaşlarımız gün boyu bu prosesi davam etdirir. Eyni zamanda məhsulların qida təhlükəsizliyinin standartlarına uyğun olaraq markalanması barədə əməkdaşlarımız məlumatlandırılır. Markalanma tələblərinə uyğun olaraq məhsulların üzərində istehsal və son istifadə tarixlərinin olmasına, qida enerji dəyərinin qeyd edilməsinə və saxlama şəraitlərinin mütləq şəkildə qeyd olunmasına diqqət yetirilir. Məhsulların spesifikasiyalarına uyğun olaraq mal qonşuluğu prinsipinin pozulmadan yığılmasına xüsusilə diqqət yetirilir. Mal qonşuluğu prinsipinə əsasən qida və qeyri-qida məhsulları bir-birindən kənar saxlanmalı, xüsusi qoxu, iy, dad verə biləcək məhsullar digər məhsullardan kənarda saxlanmalıdır. Bölmələrdə istifadə edilən bıçaq, bər, doğrama lövhələri rəng kateqoriyasına görə kodlanmışdır. Burada ağ rəng süd məhsullarını, qırmızı rəng ət məhsullarını, mavi rəng isə balıq və balıq məhsulları üçün istifadəsi nəzərdə tutulmuşdur. Təmizlik işləri yekunlaşdıqdan sonra müvafiq bölmə üzrə əməkdaşlar təmizlik blanklarına qeydiyyat aparır. Doğrama vasitələri yuyulduqdan sonra sterilizatora qoyulur. Qeyd etdiyimiz nüanslar üzrə əməkdaşlarımız mütəmadi olaraq təlimatlandırılır və məhsulların keyfiyyətli formada müştərilərə çatdırılmasına dəstək olunur. Təşəkkür edirəm. Bizdənsə bu günlük bu qədər. Növbəti keyfiyyətə nəzarət prosesi videolarında görüşərik. Hələlik.